Instagram səhifəsindən mal almışam, pulunu da köçürmüşəm kartla. İndi nə malımı gətiriblər, nə də ki zənglərimə cavab verirlər. Salam, hər vaxtınız xeyir olsun. Təəssüf ki, biz bu kimi hallara müdaxilə edə bilmirik. Kartdan karta ödəniş yalnız şəxsi köçürmələr üçün nəzərdə tutulub, alış-veriş üçün yox. Baxı dələduzluqdur, mənə köməklik göstərin zəhmət olmasa. Sizin hiddətinizi başa düşürəm, amma bankın bu kimi hallara müdaxilə etmək səlahiyyəti yoxdur. Axı mən pul köçürtmüşəm, yəni malın qiyməti nədirsə, ödənişini eləmişəm. Mənə köməklik göstərməlisiniz də. Gəlin vəziyyəti aydınlaşdıraq. Kartdan karta əməliyyat həqiqətən də yalnız şəxsi köçürülmələr üçün nəzərdə tutulur. Ondan istifadə edərək həm siz, həm də satıcı qanunu pozursunuz, çünki vergiləri ödəmirsiniz. Özünüzü və başqalarını oğrulardan və vicdansız satıcılardan qoruyun. Əgər qanuna uyğun hərəkət etmək istəyirsinizsə, öz mallarınızı və xidmətlərinizi ePoint platforması vasitəsilə satın. Bu həm rahat, həm tez, həm də təhlükəsizdir.